Sünnə insanın salamat qalması üçün, qurtulması üçün bir səbəbdir. Və bu haqda Məlik ibn Ənəs rahimehullah deyir ki, kim xilas olmaq istəyirsə, Qurandan və sünnədən tutunsun. Çünki sünnə Nuhun gəmisi kimidir. Kim o gəmiyə minərsə, xilas olar. Kim minmərsə, boğular. Və bu dünya həyatı öz şəhvətləri ilə, öz şübhələri ilə, insanı azdırması ilə bir növ bir dənizə oxşayır. Belə bir insan dənizdədir. Dənizin hər an boğulub gedə bilər. Və bu dənizin ortasındasan, fikirləş ki, dənizin ortasında insan durub desə ki, mən özüm üzə gedib çatacağım sahilə. Bu mümkün olan bir şey deyil. Boğulacaq suda. Necə ki, Nuh Aleyhisselamın oğlu Nuh Aleyhisselam onu dəvət edir. Ey oğlum, irkən bə'nə, yəni bizimlə bərabər gəl. Gəmiyə min. Nə deyir? Mən deyir, dağa çıxacağım, dağ məni qoruyacaq. Sonra nə olur? Artıq su gələndə nə dağ onu xilas etmir, nə bir şey. Boğulur orada və dənizdə qərq olanlar olur. Və Allah Rəsulunun sallallahu aleyhi ve sellem yolu ən gözəl yoldur. Bizim üçün o nümunədir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Allaha və axirət gününə ümid edən kəs üçün və Allahı çoxlu zikr edən üçün Allahın Rəsulunda gözəl nümunə vardır. Bizim örnəyimiz, bizim nümunəmizi kimdən götürməliyik? Peyğəmbər sallallahu aleyhi ve sellem. Və həmçinin Allah Teala buyurur ki, onun əmrinə müxalif olanlar onlara bir fitnə üz verməsindən və bir şiddətli əzaba düçar olmasından həzər etsinlər. Fitnə nədir burada? Bu ayətdə Mücahid rahimehullah təfsir edərkən və digər təfsirçilər fitnəni şirk adlandırır. Yəni ki, insan şirkə düşə bilər. Kim Peyğəmbər sallallahu aleyhi ve sellemin yolundan üz döndərərsə fitnə gələcək. Fitnə nədir? Şirk. Hər an şirkə düşə bilər və sonuçda nədir? Şiddətli əzab.